əleyhissalamın kəlamından görürük ki, həqiqətən həc ayini, həc ibadəti ən böyük və məsuliyyətli ibadətlərdən biridir. Ən böyük və ən məsuliyyətli ibadətlərdən biridir. Allah Teala Quran-ı Kərimdə buyurur ki, hər kəsə ki, o ziyarət vacibdirsə, yəni ehram giyinibsə, günah edə bilməz, döyüşə bilməz, dava eləyə bilməz. Fil həc, həcdə və mə təfəlunə min xeyrin yələmuhullah. Siz hər hansısa bir xeyir əməli edirsinizsə, Allah Teala ondan xəbərdardır. Allah onu bilir. Fəinnə xeyrəzzad, Allah Teala buyurur ki, və təzəvvədu, özünüz üçün azuqə toplayın. Özünüz üçün azuqə toplayın. Fəinnə xeyrəzzad ət-təqva, ən gözəl azuqə təqvadır. Ən gözəl azuqə günahdan çəkinməkdir. Ən gözəl azuqə budur. Vəttəquni yə ulil əlbəb, Allah Teala buyurur ki, təqvalı olun, ey ağıl sahibləri. Bəli, Kəbə evinin ziyarəti